Salam, hər vaxtınız xeyir olsun, dəyərli Best FM izləyiciləri və dinləyiciləri. Yenə də biz sizin qarşınızdayıq. Futbolun nəbzi verilişi ilə mən Orxan və həmkarım Pərvinlə birlikdə bugün 1 saat ərzində sizin qonağınız olacaq. Buyur Pərvin, sən də salamla tamaşaçılarımızı, dinləyicilərimizi. Daha sonra başlayaq. Salam Orxan, mən də səni və tamaşaçılar, izləyicilərimizi salamlayıram. Xoş gördük. Bəli, xoş gördük. Yenə də biz bugün ölkə futbolu və dünya futbolunda baş verən, çempionatlarda baş verən ən maraqlı oyunları seçib müzakirə edəcəyik. Öncəliyimiz təbii ki, ölkə futboludur və milli çempionatdır, futbolca milli çempionatdır və çempionatımızda belə demək olarsa 30-cu tura yekun vurulur, bugün yekun vurulur və son oyun Yevlax şəhər stadionunda keçirilir. Karvan Yevlax doğma meydanında Neftçini qəbul edir və ilk hissə başa çatır və ilk hissədən sonra Neftçi İmad Fərəcin qolu ilə 1-0 hesabı ilə öndədir və bu oyunun gedişatı haqqında da verilişimizin irəliləyən dəqiqələrdə qol olsa sizin diqqətinizi çatdıracaq. Başlayaq biz turun ilk oyunu ilə. Turun ilk oyunu yenə də Yevlaxda keçirildi, amma bu dəfə Kəpəz doğma meydan amili istifadə edərək doğma meydan prinsipinə əməl edərək Sumqayıtı qəbul etdik Yevlax şəhər stadionunda və açığı maraqlı oyun oldu. Daha çox belə demək olarsa mən Sumqayıtı daha üstün oyun nümayiş etdirdiyini deyə bilərəm. 2-1 hesabı məğlub olsa da Sumqayıt daha baxımlı oyun nümayiş etdirdiyini bilmirəm. Sən necə fikirdəsən, fikirlər bildirsən, amma mənə görə Sumqayıtın oyunu heç də məğlubiyyətə layiq deyildi bu oyunda. Düşünürəm ki, qələbə ən azından da heç-heçyə layiq idi Sumqayıt. Kəpəz isə bu oyunda 2-1 hesabı ilə qələbə qazandı. Bu oyunda maraqlı anlarla yadda qaldı və hətta Sumqayıtın bir qolu qeydə alınmadı. Sumqayıtın Ninkoviçin zərbəsi çox möhtəşəm zərbə idi. Həqiqətən də o qol qeydə alınsaydı bəlkə də turun ən gözəl qollarından biri olacaqdı və amma təəssüf ki, ofsayd səbəbindən qeydə alınmadı. Bundan sonra həmin futbolçu Ninkoviç yenə də diqqət mərkəzinə düşdü. İti bucaq altından yenə zərbə endirdi. Bu dəfə isə top Yusuf İmanova deyərək avtoqol yazıldı. Biz oyun canlı yayından öncə səninlə müzakirə edib bunu. Sən qeyd edirəm ki, mən qapıçıların avtoqoluna qarşıyam. Yəni o barədə fikirlər bildirərsən. Yusuf İmanovun qolu ilə belə deyək, məğlub duruma düşdü Kəpəz, amma bundan sonra Sumqayıtın qapısına 2 penalti təyin edildi. Epizodlara mən dəfələrlə baxdım, təkrar epizodlarda. Vermək də olardı, verməmək də olardı. Yəni bir epizodda sanki mənə elə gəlsə top bədəndən gəldi ələ. İlk penaltidə bədəndən ələ toxundu, amma əl açıq vəziyyətdə idi. Ona görə düşünürəm ki, hakim də bunu düşünərək qolu razı penaltini təyin etdi. İkinci epizod isə açıq-aşkar mənə görə penalti idi. Dəqiq penalti idi. Bəli, boş qapıya yedirdi və Rauf Hüseynli hər iki penaltini dəqiq yerinə yetirdi. Bir şey diqqətimi çəkdi ki, Rauf Hüseynli hər iki penaltini fərqli nöqtələrə vurdu və qapıcı Yusuf İmanov yox, Sumqayıtın qapıcısı kim idi? Bir dənə baxım mən. Fərəzullayev gənc qapıcıdır və o ikinci penaltidə əks tərəfə tullandı, amma Rauf Hüseynli onu aldada bildi və 2-1 hesabı ilə Sumqayıt qələbə qazandı. Amma yenə də yadacı Kəpəz qələbə qazandı. Amma mənim ağlımda qalıb Sumqayıtın gözəl oyunu, o görə Sumqayıtın qələbə qazandığını dedim. Amma Sumqayıt qələbəyə daha layiq idi, daha baxımlı oyun nümayiş etdi. Buyur, sənin də fikirlərini alaq, daha sonra davam edək. Kəpəz Sumqayıt oyundan öncə görüşün favoriti qonaq komanda hesab olunurdu. Zaten görüşə də daha fəal başlayan belə deyək. Məhz Sumqayıt idi. Ninkoviçin hesabı alınmayan çox baxımlı zərbəsi var idi. Hakim həmin epizodda qolu qeydə almadı. İkinci hissədə Ninkoviç yenə baxımlı qol vurdu. Bu dəfə həmin qol hesabı alındı. Burada top qapıcıya deyərək, belə deyək, tora daxil oldu. Avtoqol müəllifi olaraq
qeyd olundu. Kəpəz klubunun kiperi Yusif İmanov. Ardınca Kəpəz sonlara yaxın 2 penalti. Üzr istəyirəm. Bu arada Neftçi başlayıb və Emin Mahmudov penalti zərbəsi ilə ikinci hissə başlayan kimi hesabı 2-0 etdi. 50-ci dəqiqədə hesab artıq Emin Mahmudovun penalti zərbəsi ilə 2-0 oldu. Təbrik edirəm bu arada səni də Neftçi adı keşi olaraq. Bu oyuna da bu oyundan sonra qısaca toxunarıq. Bəli. Oyun bitəndən sonra geniş danışarıq. Ümumiyyətlə Neftçinin təxirə salmış oyunda var idi Qarabağın. Ona da fikrimizi bildirərik. Buyur. O barədə də danışarıq, tamam. İzləyicilər də fikirlərini bildirsələr maraqlı olar. Öz fikirlərini yazsalar biz səsləndirəcəyik. Kəpəzin ilk penaltisi mənə görə səhv qərarı idi. Çünki top düzdür, yaxın məsafədən gəlmişdi, ələ dəymişdi top. Tamam, qatılıram bu fikrinə, amma bədəndən gəlmişdi. O yüzden mənə görə hakimin təyin etdiyi penalti. Amma əl açıq idi. Bilirəm. Məsafə də yaxın idi. Sadəcə top anidən qapıcının, oyunçunun əlinə dəyməmişdi. Bədəndən gəlmişdi deyə məncə qərar yanlış idi. Keçək ikinci penaltiyə, təyin olunan penaltiyə. Orada hakim mənə görə doğru qərar verdi. Çünki zaten top boş qapıya gedirdi. Əngəl oldu həmin epizodda Sumqayıtın müdafiəçisi. Sən də qeyd etdiyin kimi hər iki epizodda fərqli tərzdə yerinə yetirdi. Fərqli istiqamətlərə göndərdi topu Rauf Hüseynini. Ümumi götürsək Sumqayıt daha xoş təsir bağışladı. Razıyam səndən. Amma Kəpəz üçün bu qələbə daha önəmli idi. Bəli. Turnir cədvəli, bəli. Turnir cədvəli baxımından çox vacib idi. Keçək digər oyuna. Araz Naxçıvan Sumqayıt şəhərində İmişlini qəbul edir. Çox maraqlıdır həqiqətən. Araz Naxçıvan Sumqayıtda oynayır, İmişli Qubada oynayır. Biz bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bildirmişik. İnşallah ki, nə vaxtsa irəliləyən illərdə Araz Naxçıvan da öz doğma meydanında çıxış eləyər. Araz Naxçıvan İmişli oyunu maraqlı başladı oyun. Qəşəng başladı. Bəlkə də hamı düşündü ki, artıq bu oyunda bol qollu oyun izləyəcəklər. Amma təəssüf ki, 18-ci dəqiqədə Cardoza'nın qolu oyunda yeganə oldu. Bu oyunda da açığı mənə görə Araz Naxçıvan daha yaxşı oyun nümayiş etdirdi. Hücumlar baxımından, oyun baxımından hesabı dəfələrlə bərabərləşdirməyə yaxın oldu və qapçısı İmişlinin gənc qapçısı mənim diqqətimi cəlb elədi. Hüseynli Quliyev. Hüseyn Quliyevdir, səhv etmirəmsə adın baxıb indi deyərəm. Sadəcə olaraq yəni onun seyvləri çox yaxşı idi, qəşəng idi və mən deyərdim İmişlinin bu qələbəsini qapçının aktivinə yazmaq olar. Çox gözəl qurtarışlar elədi. Nədən? Bu oyun haqqında uzun danışmağa ehtiyac yoxdur. Düşünürəm ki, İmişli qələbə qazanaraq artıq çempionatdakı yerini, mövqeyini möhkəmləndirdi. Sonra 3 tur qalmış. Düşünmürəm ki, liqanı tərk eləyəcək. Əvvəl düşünmək olardı bu barədə, amma artıq son oyunlardakı qələbələr sayəsində düşünürəm ki, öz yerini çempionatda möhkəmləndirdi və növbəti mövsümdə də biz İmişlini Premier Liqada görəcəyik böyük ehtimalla. Ümumi götürsək bu mövsüm həm Araz Naxçıvan, həm eyni zamanda İmişli çox zəif təsir bağışlayır. İmişli mövsümün başlanğıcında düzdür, doğrudur, daha xoş təsir bağışlayırdı, iddialı klublardan da xal alırdı, hətta qələbələri də var idi, amma ikinci dövrədə və üçüncü dövrədə artıq İmişlinin oyununda belə deyək ciddi eniş hiss olunurdu. Bu oyuna gəldikdə qatılıram fikirlərinə Orxan. Maraqlı oyun alındı. Üstünə İmişlinin gənc kiperlə bir neçə seyvlərini gördük. Çətin toplar çıxardı həqiqətən. Oyun maraqlı alındı həqiqətən. Bol qollu olmasa da yalnız bir qol izləsəydi o qolu da qonaq komanda vurdu. İmişli minimal hesablı qələbə qazandı. Amma turnir cədvəli açısından heç bir komanda üçün o qədər də əhəmiyyət kəsb eləmirdi, ciddi itki deyil. Yəni Araz Naxçıvan üçün o məğlubiyyətin çox ciddi itki deyil məncə. Bəli. Çünki zaten divizyona getməyəcək. Axırda Karvandır. Böyük ölçüdə də Karvan tərk edəcək yüksək. Karvan bir də Kəpəzlə Qəbələ arasında gedir. O bildiyim qədərilə sonuncu yer, 11-ci yer play-off oynayacaq. Divizyondakı ikinci yerindən. Ona görə də Qəbələ əgər olsa, Qəbələ divizyondan gələn komanda ilə
play-off oyununda öz yerini qoruya bilər çempionatda düşünürəm. İndi yaşayıb görərik növbəti müddətdə. Keçək digər oyuna. Çempionatımızın digər oyunu Şamaxı Sabah oyunu idi. Artıq çempionluğu təmin edən Sabah təxirət almış oyunda Neftçi Qarabağ məğlub edəndən sonra artıq Sabahın çempionluğu rəsmiləşdi. İlk dəfə çempionluğu təbrik edirik. Az saylı Sabah azarkeşləri. İnanmıram ki, Sabahın kifayət qədər böyük azarkeşi olacaq. Təzə yaranan bir klubdur və yeni uğurlara imza atır. Ötən il ölkə kubokunu qazandı. Bu il isə addım-addım irəliyə doğru addımlayır və ölkə çempionu oldu və bunu ilk dəfə bacardı. Arzulayaq ki, bu komanda növbəti uğuru isə Avropa kuboklarında olar. İnşallah. Fərqi yoxdur. Çempionlar liqası olsun, Çempionlar liqası olmasa Avropa liqası olsun. Ən pis halda isə Konferans liqası mən düşünürəm ki, olacaq Sabahın timsalında. Çünki buna çox yaxındır. Çempionlar liqasında bir mərhələ keçdiyi halda artıq Avropa liqasına məğlub olacağı halda Avropa liqasına pillə-pillə irəliləyə bilər və düşünürəm ki, şansı da çoxdur. Müəyyən mümkün rəqibləri də artıq yavaş-yavaş bəlli olmağa başlayıb. İndi söhbət əsnasında həmin rəqibləri də qısaca fikir bildirək, nəzərdən keçirək. Bəli. Şamaxı Sabah oyununa gələcəksə, bu oyunda açıq favorit Sabah idi. Təbii ki, çempionluğu təmin edən bir komandanın 3-0 qələbə qazanması bir qədər yəni çoxları düşünürdü ki, bəlkə Şamaxıya xal verər Sabah, bəli, ciddiyə almaz. Açığı Şamaxı qəşəng başladı oyuna. İlk dəqiqələrdən hücumlarla yadda qaldı, amma təəssüf ki, son nöqtəni qoya bilmirdi Şamaxı futbolçuları və artıq bundan sonra isə Sabah üstünlüyü ələ aldı. Hətta Solvet hesabı açandan sonra ilk son dəqiqələrində Maludanın qolu qeydə alınmadı. Bəli, ofsayd səbəbindən qeydə alınmadı. Bundan sonra ikinci hissədə qarşılıqlı hücumlar oldu, amma yenə də qolu vuran Sabah futbolçuları oldu. Dolet Mikes və Rahman Əliyev, Umanalı Rahman Əliyevin qolları ilə artıq 3-0 hesabı ilə qələbə qazandı. Bir şey diqqətimi çəkdi. Bu oyuna başlamamışdan əvvəl Şamaxı futbolçularını çempionluq dəhlizi yaratmışlar və qarşıladılar Sabah futbolçularını. Bu da futbolu gözəlləşdirən amillərdən biridir. Təşəkkür edirik Şamaxı futbolçularına da, Şamaxı klubunun rəhbərliyinə, nümayəndələrinə ki, belə maraqlı addım atıblar və rəqibi təbrik ediblər və buna görə də ayrıca təşəkkür düşür Şamaxı klubuna. Belə, yəni məğlub oldu. Şamaxının da itiriləsi heç nə yoxdur, çempionatda qalıbdır. Düzdür, baş məşqçini itirəcək böyük ehtimalla və Ayxan Abbasov biz bilirik ki, artıq dəqiqləşib ki, yeni mövsümdən Şamaxını başqa bir baş məşqçi çalışacaq. Böyük ehtimalla bir çox məşqçilərin adı hallanır, Samir Abbasovun adı hallanır, bir çox məşqçilər var ki, adı çəkilir, amma hələ ki dəqiq heç nə yoxdur. Ona görə də düşünürəm ki, yeni mövsümdə artıq Şamaxını biz Ayxan Abbasovsuz görəcəyik. Ayxan Abbasov isə milli komandanın, təkcə milli komandanın baş məşqçisi olacaq. Ona da uğurlar arzulayaq. Buyur, sənin də fikirlərin maraqlıdır bu oyun haqqında. Şamaxı Sabah bu komandaların ilk dövrədəki oyununda Şamaxı Sabaha məğlub olmuşdu. İkinci dövrədəki oyun Sabahın meydanında heç-heçə yekunlaşmışdı. Üçüncü dövrədəki bu son aralandı, keçirilən son oyunuydu və bu oyunda da Sabah qələbə qazandı. Yəni Şamaxı heç bir oyunda rəqibini məğlub edə bilmədi. Hətta artıq çempionluğunu rəsmiləşdirən bir komandaya qarşı oyunda 0-3 hesabı ilə məğlub oldular. Sənin də qeyd etdiyin kimi oyunun əvvəlində, başlanğıcında meydan sahibləri daha fəal, aktiv idilər hücumda, amma fərqlənə bilmədilər. Hesabı Sabah açdı. Solvet standart vəziyyətdən gün zərbəsindən sonra, atmadan sonra başla fərqləndi. Ardınca Joylan Smikias ikinci qolu rəqibin qapısından keçirdi və son dəqiqələrdə Umar Ali Rahman Əliyevin penalti qolu ilə yekun nəticəni müəyyənləşdirdi. 3-0 hesabı ilə qonaq komanda qalib gəldi. Sabah çempion olsa da məncə xoş təsir bağışladı məndə əslində.
Nəyə görə komanda çempion olsa da demək olar əsas heyət üzvlərinin hamısı Bəli. start heyətdədir. Yalnız Joylen Smith oyuna sonradan girdi bildiyim qədər. Onun da yüngül mən bildiyimə görə zədəsi var idi. O yüzden əsas heyətdə Dambrauskas ona yer verməmişdi. Ümumi götürsək, mənə görə Sabah layiqli qələbə qazandı. Çempionluğa da layiq idilər həqiqətən bu mövsüm. Qarşısı alınmaz idilər. Qarabağ həm kubok maçlarında, eyni zamanda çempionatda geçirdiği oyunların heç birində Sabahı məğlub edə bilmədi. Bu arada Neftçi 3-cü qolu vurdu. Amma oyun bitsin danışarıq. Yox, hazırda canlı getdiyinə görə istəyirəm. Hazırda qol yoxlanılır. Offside səbəbindən qeydə alınmaya bilər. Son qərarı hakimlər verəcək və bununla bağlı da fikirlərimizi Varqas barədə də danışacağam. Mən Qarabağla oyunu barədə xüsusilə toxunaram. Varqasın qolu qeydə alınacaq, qeydə alınmayacaq bu məsələ var. Qeydə alınsa diqqətinizə çatdıracağam. Hazırda yoxlama gedir. Bu oyunda olsa Neftçinin qələbəsi gözlənilən idi, açıq-aşkar. Keçək digər bir oyuna. Çempionatımızın digər oyunu isə Zirə Qəbələ oyunudur. Zirə Qəbələ oyunu bu oyunda bir qol oldu. Gözlənilən idi oyunun bir top fərqli az qollu olacağı çoxdan gözlənilən idi. Çünki Zirə adətən bir çox oyunlarını minimal hesabla qələbə qazanır və az qollu olur. Açığı bu oyunda da mən nədənsə yenə də məğlub olan komandanın daha yaxşı oynadığını deyəcəm. Yəni Sumqayıtda dediyim sözləri mən Qəbəliyə də aid edirəm. Çünki Qəbələ Zirədən dəfələrlə yaxşı oynadı. Həqiqətən də. Yəni çox yaxşı oynadı. Epizodlarda hətta bir qol desən qeydə alınmadı. Səhv eləmirəmsə Qəbələnin və 50 oyun səbəbindən qeydə alınmadı Qəbələnin qolu. Ondan sonra isə bəli, Junior 78-ci dəqiqədə Zirənin yeganə qolunu vurdu. Amma bundan sonra da Qəbələnin oyunu mənə xoş təsir bağışladı. Son anlara qədər Qəbələ hesabı ən az bərabərləşmək üçün can atırdı. Zirə isə həmişəki kimi bir top fərqli qələbə ilə çempionatdakı yerini qorumağa çalışır, 3-cü yeri və nəzərə alsaq ki, Zirənin də daha da 4-cü yeri. Zirə də hələ kubokda final oyunu var, ayın 13-cü bəli, finalda qarşılaşacaq Sabahla, necə olacaq, hansı nəticə. Bununla bağlı bizim həmkarımız Anar Cəfərsoy da dünən Qarabağın baş məşqçisinə sual verir ki, kubokun finalında hansı komandanın qalib gəlməyini istəyirsiniz? Təbii ki, Qurban müəllim bu suala cavab vermədi. Yəni, hər ikisinə uğurlar arzuladı. Və təbii ki, Qarabağ və Neftçi azadkeşləri bəli, bir növ yəni Zirə tərəfindən bəlkə Zirə Avrokuboklara getsin deyə. Amma Qarabağda məsəl üçün konferans liqası yox, Avropa liqasını istəyir böyük ehtimalla. Çünki ikinci yerin Avroliqaya getmə ehtimalı var, əgər Sabah kuboku qazanacağı halda. Oyuna gələcək dediyim kimi, yəni Zirə həmişəki Zirəni gördük və Qəbələ daha yaxşı oynadı. Hətta heç qələbəyə layiq idi Qəbələ. Oyundan öncə favorit Zirə idi. Nəticəyə də baxanda təbii ki, belə deyək də, bəlkə də bir çoxları üçün təəccüblü heç nə yox idi, amma oyunu izləyənlər ən azı icmal şəklində həmin qarşılaşmaya belə deyək, icmal şəklində nəzər yetirənlər də gördü ki, Qəbələ daha xoş təsir bağışladı. İstər ilk hissədə, istər ikinci hissədə, hətta qolu buraxdıqdan sonra Martin Junior'un qolundan sonra da üstün tərəf qonaq komanda idi, qatılıram fikrinə. Zirənin qoldan savayı bir real qol imkanı oldu. O da Türk futbolçu, adını unuttum. Onun zərbəsi vardı, o da qapının üstündən keçdi. Belə qoldan savayı Aydın. Eren Aydın. Xatırladım. Eren Aydın'ın bir episodu vardı. Bundan goldan savayı və o episoddan başqa real gol imkanı olmadı meydan sahiblərinin. Qəbələ isə istər ilk hissədə, istərsə də ikinci yarıda daha xoş təsir bağışladı, qatılıram fikrinə və qələbəyə daha layiqli tərəf idi həqiqətən. Qatılıram fikirlərinə, razıyam sən. Təşəkkür edirəm. Keçək son oyuna. Son oyunda Qarabağ Turan Tovuz oyunu və bu oyunu mən stadiondan canlı izlədim.
və fikirlərimi də bildirəcəm. Oyuna gəldikdə isə oyun gərgin və maraqlı keçdi həqiqətən də. İlk hissəsi bir qədər sönük oldu. Düşündüm ki, yəqin bir top oyunun taleyini həll eləyər. İkinci hissə başlayan kimi Qarabağ hücumlarla yadda qaldı. Musa Qurbanlının zədələnməsi diqqət çəkdi. Bununla bağlı da sual verildi Qurban müəllimə və dizində müəyyən xroniki zədəsinin olduğunu dedi və bu gün ərzində rəsmi açıqlama verəcəklər ki, yəni zədəsi nə dərəcədə ciddidir. Böyük ehtimal bu mövsümü artıq bağlayacaq gənc futbolçu. Amma yəni bundan sonra da Kamila Duranın cəzalı olması və digər hücum xəttində futbolçu Ramil Şeydayevin formada olmaması, bunlar hamısı Qarabağın hücum xəttinə mənfi təsir edən amillərdəndir. Amma buna baxmayaraq Leandro Andrade çox baxımlı qola imza atdı. Həqiqətən də əla qol vurdu. 50-ci dəqiqədə hesabı açdı. Daha sonra 4 dəqiqə sonra Mateus Silva yenə də eyni gözəlliklə düzdür, rikoşet oldu. Turantovuz futbolçunu, bəli, Enrique'yə toxundu top. Qapıdan keçdi, istiqamətini dəyişərək. Amma Turantovuz futbolçusunun da qolu, Ayxanın da qolu çox baxımlı alındı. Burada bu barədə də sual verdilər Qurban müəllimə ki, qolda sizcə qapıcının səhvi var idi, yoxsa oyunçu daha yaxşı zərbə endirmişdi? Qurban müəllim də qeyd elədi ki, hər iki hal var idi. Qapıcının da səhvi var idi, futbolçu da gözəl zərbə endirmişdi, amma qapıcı bir qədər öndə idi. Yerində olsaydı bəlkə də topu dəf edə bilərdi, amma hər üç qol baxımlı alındı. Sonda Qarabağ qələbə qazandı. Bəlkə də Turantovuza qələbə daha çox lazım idi. Çünki ikinciliyə qalxmaq məsələsi var idi. Bundan sonra artıq düşünürəm ki, Turantovuz ikinciliyi yox, üçüncülüyü qorumaq üçün bəlkə də qoruyubdur böyük ehtimalla. Üçüncü yer artıq təmin olunub. Bu dəqiqə mən turnir cədvəlinə baxım. Son olaraq xal cədvəlinə və hazırda Qarabağ 62 xalı var və Turantovuzun isə 56 xalı var. Zirə isə 49 xalla 4-cü pillədə qərarlaşıb. Zirənin çatma ehtimalı... Keçliyi bəllidir. Bəli. Hazırda davam edən oyunda isə Neftçi 3-cü qolu vurdu və 3-cü qol qeydə alındı. Varqasın qolu qeydə alındı. Offside yoxlaması var idi və amma bu hakimiyyət tərəfindən offside qeydə alınmadı. Qol qeydə alındı və 3-0 hesabı ilə Neftçi hazırda öndədir və qarşılaşmanın 67-ci dəqiqəsi gedir. Son nəticəni də bildirəcəyik. Belə, 30-cu tur başa çatdı. Buyur, sən də fikirlər bildir bu oyun haqqında. Daha sonra son olaraq Neftçi Qarabağ oyun haqqında fikirlərimizi bildirək, təxirə salmış oyun haqqında. Neftçinin Qarabağın oyunu və bu oyun barədə sonda danışarıq. Qarabağ Turantovuz oyunu, sənin də qeyd etdiyin kimi ilk yarı o qədər də baxımlı alınmadı. Qarabağ tərəfdən ilk hissədə Attayev daha fəal idi. Daha çox fəallığı ilə seçilirdi zənnimcə. Qonaq komandada isə mən Serranonu qeyd edərdim. Çox xoş təsir bağışladı ilk yarıda. Bərabər səviyyədə keçən ilk hissədə qapıları qol vurulmadı. İkinci hissə bəlkə də çox qol gözlənilmirdi. Bəlkə də oyunun müqəddəratını böyük ehtimal bir qol həll edəcəkdi. Yəni bir çoxu belə düşünürdü. Lakin ikinci hissədə 3 qol vuruldu. Bir-birindən baxımlı qollar qeyd alındı. Leandro Andrade hesabı açan futbolçu oldu. Sürpriz şəkildə cərimə zərbəsinə fərqləndi. Mən açığı Qarabağa gələn gündən Andrade'nin cərimə zərbəsindən qolunu xatırlamıram. Bəlkə də var, yəni çoxdan olub yəqin ki, xatırlamıram. Yəni yaxın zamanda belə bir qol olmayıb. Çox baxımlı bir qol oldu. Düzü müəyyən qədər qapçı da önə çıxmışdı, amma topu o qədər qəşəng fırlatmışdı ki, həqiqətən qarşısı alınmaz idi zərbə. İkinci qol Mateus Silva'nın qolu, sənin də qeyd etdiyin kimi orada Turantovuz futbolçusunun toxunuşu var idi. Top Turantovuzun müdafiəçisi Enrique'yə toxunaraq qapıçını bir qədər yanıltdı və tora daxil oldu. Beləcə hesab 2-0 oldu, fərq 2 topa çatdı. Ardınca Ayxan Hüseynov çox baxımlı vurdu. Qurbanovun cavabı açığı mən də elə düşünürəm, çünki həm bir qədər Polşalı kiper Kohalski də öndə idi, amma futbolçunun ustalığını da qeyd etməliyik həqiqətən. Çox qəşəng bir qola imza atdı. O qoldan əlavə Turantovuzun Vadji ilə real qol imkanı oldu. Keçmiş komandasını, sabiq komandasını cəzalandıra bilərdi. Ardınca
Ayxan Hüseynovun özünün yaxşı daha bir qol imkanı oldu. Yenə belə deyək, fərqlənə bilərdi, amma bu imkanı əldən verdi. Ümumi götürsək, baxmayaraq ki, Qarabağ qalib gəldi həmin qarşılaşmada. Çox da önəmlidir Qarabağ üçün bu qələbə. Amma mənə görə oyunun haqqı keçəcəkdir, çünki ikinci hissədə mənə görə Turantovuz daha xoş təsir bağışladı, nəinki meydan sahibləri. Bəli. Təşəkkür edirəm fikirlərə görə. Keçək təxirə salınmış oyunla bağlı fikirlərimizi bildirməyə. Həftə içi ayın 30-u, aprelin 30-u Nefti Qarabağ oyunu keçirildi və bundan öncə də 29 turda da bu komandalar qarşılaşmışdılar və Qarabağ rəqibini 5-1 hesab ilə məğlub etmişdi. Düzdür, o oyun haqqında da fikirlərimizi bildirməmişdi, efir olmamışdı. Yəni müəyyən texniki səbəblərə görə bəli, efirdə ola bilməmişdik. Bəli, müzakirə etməmişdik, amma hər iki oyun haqqında qısaca fikirlərimi bildirəcəm. Bir-birindən fərqli oyunlar idi. Açığı 5-1-dən sonra Neftçinin özünü toparlayıb Qarabağ kimi komandanı 2-1 hesab ilə məğlub edəcəyini mən artıq gözləmirdim. Nəyə yalan deyim? Çünki 5-1 məğlub olandan sonra səhv etmirəmsə köməkçi məşqçisi Neftçinin demişdi, bizim hələ Qarabağa çatmağımıza çox var. Yəni oyunçu baxımından, təcrübə deməyəcəm, yəni ki, sadəcə olaraq oyun praktikası baxımından bunu bildirmişdi və bu cür fikir bildirən bir komandanın məşqçisi daha sonra komandanı toparlayıb növbəti 3 gündən sonraki oyunda 2-1 hesabı ilə qələbə qazandılar. Həqiqətən də layiq idi Neftçi bu qələbəyə. Yenə deyirəm, 5-1-dən sonra komandanı toparlamaq elə də asan məsələ deyil və futbolçuları oyuna kökləmək. Bir tək qapıçı dəyişmişdi Neftçidə, səhv etmirəmsə. O da Emil Balayev də həqiqətən də çox gözəl seyvlərlə yadaladı. Kamila Duranın zərbəsini çox gözəl sıçrayışla dəf etdi. Söhbət 2-1 hesab ilə qələbə qazandığı oyundan gedir Neftçinin. Belə, yəni Neftçi qələbəyə layiq idi. Elvin Bədəlov bu oyunda da qol vurdu, amma bu dəfə qapıların yerini səhv saldı, öz qapısına qol vurdu və həqiqətən də maraqlı oyun izlədik. Hər iki oyunda çox maraqlı oldu, baxımlı oldu. Azərkeş baxım düzdür. 5-1'lik oyundakı Azərkeş sayı daha çox idi. Həftə sonu olduğuna görə böyük ehtimalla Azərkeş sayı da daha çox idi. Amma bu 30'lu keçirilən oyunda bir qədər Azərkeş sayı az idi ötən oyuna baxanda. Bir şey də qeyd edeyim ki, bu hər iki oyuna bir bilet alanlar iki oyunda izləyə bilirdilər. Məsəl üçün ayın həftə içi bazar günü olan oyunu bilet almısansa, sən bu biletlə 30'u olan oyuna da gedib baxa bilirdin. Yəni belə bir fürsət yaratmışdı Neftçi rəhbərliyi. Bu da faydalı addımdır, yaxşı bir addım idi Neftçi tərəfindən. Amma yenə də Azərkeş sayı birinci oyuna nisbətən az idi. Yenə də Neftçi Azərkeşlərini sənə də təbrik edirəm və buyur, sənə də fikirlərin maraqlıdır Neftçi ilə. İcazənə mən hər iki oyun barədə danışacağam. Turun çünki mərkəzi oyunudur. Ölkənin iki öncül komandası, böyük Azərkeş kütləsinə malik komandaları üstə gəlirdi. İlk oyun barədə Neftçinin 1-5 hesablı məğlubiyyəti barədə ilk olaraq danışacağam. Neftçi həmin qarşılaşmayı pis başlamamışdı, aktiv başlamışdı. Hətta hesabı belə deyək, Qarabağ açsa da komanda ruhdan düşmədi. Elvin Bədəlovla bərabərlik qolunu da vurdu. 1-1-dən sonra da bir neçə real qol imkanları oldu. Amma Qarabağ ikinci və üçüncü qol ardıcıl fərqləndikdən sonra sanki Neftçi oyundan qopdu və ikinci hissədə müdafiədə daha böyük boşluqlar verdi və nəticədə böyük hesabla məğlub oldu. Keçək ikinci oyuna, sənin də qeyd etdiyin kimi belə bir böyük hesablı məğlubiyyətdən sonra Neftçinin toparlanacağını gözləmirdi bir çoxu. Biz də həmçinin, mən də həmçinin gözləmirdim açıq. Burada təbii ki, Venidovun əməyini qeyd etməliyik. Hər məşqçi məncə belə məğlubiyyətdən sonra komandasını toparlayıb, belə bir rəqiblə başa-baş oynayıb və üstün oynayıb hətta. 5 ildən sonra qələbə qazandılar Neftçi Qarabağ üzərində. 5 ildir məğlub edə bilmirdi. Üstün oynayaraq qalib də gələ bildi. Neftçi mənə görə layiqli qələbə qazandı. Venidov gələndən sonra ümumiyyətlə
son turlarda tapıntısını da qeyd etməliyik biz. Emil Səfərovu, yəni Bəli. yerli futbolçunu əcnəbi məşqçinin rəhbərliyi altında yerli futbolçunun inkişafını görürük. Yəni bu çox xoş halda açığı. Emil Səfərov bundan öncəki yerli məşqçilərdə bu cür çıxış etmirdi. Samir Abbasovun dövründə də hətta əsas heyət üzvü deyildi bir çox oyunda, amma məhz Benidub gəlişindən sonra xüsusilə son oyunlarda biz görürük ki, meydanda daha çox görürük Emil Səfərovu. Ona bəslənən ümidləri də məncə artıqlaması ilə hal-hazırda. Bir tək Murad Məmmədova istənilən şansı vermədi, Benidub. Bilmirəm. Murad Məmmədov da yaxşı futbolçu, Neftin heyətində və artıq Pafos'a yollanacaq yeni mövsümdə. Qatılıram fikrinə. Murad Məmmədov da ölkəmizin belə deyək ən potensiallı futbolçularından sayılır. Oynadığı oyunlarda da baxmayaraq ki, az sürə belə deyək, az forma şansı alırdı, amma əksər oyunlarda xoş təsir bağışlayır. Mənim də çox bəyəndiyim oyunçulardandır, amma biz bilirik ki, artıq onun Kiprın Pafos bu mövsüm Çempionlar Liqasında da çıxış etmiş, David Luiz həmin komandada çıxış edir. Tanınmış Braziliyalı futbolçu. Bilmirəm, David Luiz növbəti mövsümdə komanda qalacaqsa, yəqin komanda yoldaşı olacaq. Amma biz bilirik David Luiz'in artıq yaşı da çoxdur, 37, bildiyim qədər 37 yaşı var artıq. Və bir illik müqavilə bağlanmışdı, yanlış hatırlamıramsa. Yenilənəcək, həmin müqavilə yenilənməyəcək, onu bilmirik təbii ki, hələ ki. Bir tək Murad Musayevə görə üzüldü həqiqətən. Sonuçda bu rəhbərliyin qərarıdır və futbolçunun özü də daha çox oynamaq istədiyi üçün, daha çox oyun praktikası əldə etmək üçün yəqin ki, bu addımı atıb. Düşünmürəm ki, burada məvacib rol oynasın. Gənc bir futbolçudur, perspektivlidir. Təbii ki, oynamaq istəyir. Oyun barədə başqa nə demək olar? Layiqli qələbə qazandı. Həqiqətən. Emili də qeyd etmək istərdim, qapçımızı Emil Balayevi. Hətta bu oyundan sonra bəzi verilişlərdə dinlədim ki, Emil Balayev əsas heyətdə niyə görə yer almır? Piriç 2 oyunda, bəlkə də kobud səhvi olmadı, amma sonuçda 5 gol buraxdı bu qapçı. Ümumən də götürsək, məncə əslində... Belə məşqçinin bu seçimi səncə belə bir mesajın cavabı ola bilərmi ki, həmin oyunda, 5-1'lik oyunda əsas səhvi qapçının üzərinə yıxıldı? Mən bir tək bu oyunu deməzdim, Orxan. Mənə görə gecikib hətta bu qərarda. Yəni, Emil Balayev ölkəmizin ən perspektivli qapçılarından olub. Xaricdə də oynayıb, Qazaxıstanda oynayıb, Eintracht dönəmi olub, əsas heyətdə olmasa da, ən azı təcrübəsi az çox vardı bu futbolçu, bu qapçının. Məncə gecikib açığı. Yəni, Emil Balayevə öncədən bundan qabaq qapçımız Bırkiç idi, hal-hazırda Polşa çempionatında oynayır. Neftçinin qapçımız dedim. Neftçinin qapçısı. Bırkiç tamam, əsas heyətə layiq idi. Daha yaxşı qapçıdır. Amma mən Piriçlə Balayevin müqayisə edəndə söhbət təkcə bu oyundan getmir. Yəni, Balayevin bundan öncəki də Qarabağda, Səbaildə və millidəki oyunlarını da nəzərə alıb deyirəm ki, Balayev heç də Piriçdən zəif qapçı deyil, əksinə daha yaxşı qapçıdır və oyun praktikası olmaya belə məhsul oyunda belə seyvləri etməsi təqdirə layiqdir. Təbii. Təbii, razıyam səndən. Qeyd edeyim ki, hazırda Neftçinin 30-cudakı son oyununu keçirir və turun son oyunu Karvan Yevlax Neftçi oyunudur və hazırda 78-ci dəqiqə gedir və Neftçi 0-3 hesabı ilə qələbə qazanır. Və gözlənilən qələbəsi. Biz növbəti turun oyunlarını qısaca nəzər yetirək və fikirlərimizi bildirək. Bu oyun barədə Orxan qısaca oyun bitəndən sonra qısaca da fikirlərimizi bildirək. Çünki oyunu izləmirik deyə müzakirəmiz gedir. Sadəcə hesabı izləyirik, hesab baxımından. Amma indi növbəti turun oyunlarını müzakirə edək. 31 tura start veriləcək artıq həftə sonu. Sabah Kəpəz oyunu qeyd edədiyim kimi Sabah artıq çempionluğu təmin edib. Kəpəzə də xal lazımdır, xal və xallar lazımdır. Liqada qalmaq üçün hazırda 24 xala malikdir Kəpəz. Qəbələnin 20 xalı var. Nə demək olar bu oyun haqqında? Artıq çempionat sona yaxınlaşır. Dediyimiz kimi Sabah çempiondur. Doğma meydanda oynayır. Bilmirəm mükafatları bu oyunda verəcəklər, yox son turda verəcəklər. O barədə məlumatım yoxdur. Böyük ehtimal bizdə son turda verirlər. Çempionatın son turunda. Son turda Sabah doğma meydanda yox, səfərdə oynayacaq. Turan şəhər. Tovuz şəhər stadionunda oynayacaq oyununu. Bilmirəm, bəlkə də təqvimdə dəyişiklik edib doğma meydana salarlar. İndi
o PFL-in qərarı olacaq böyük ehtimalla mükafatlandırma nə vaxt Elə olsa olacaq. daha yaxşı olar, öz azad kişiləri önəmli. Bəli. Bəli, ona görə düşünürəm ki, bu barədə elə bir məlumat yoxdur. Bu oyuna fikir bildirmək çox çətindir həqiqətən. Sabah favoritdir təbii ki, amma Kəpəzə də xallarını böyük ölçüdə mən bərabərlik ağırlıqlı bir oyun gözləyirəm. Düzdür, dediyim kimi Sabah favoritdir, amma Kəpəzdən də nə istəsən gözləmək olar. Xüsusilə Qarabağ. Bəli. 2 dəfə ardıcıl məğlub etdikdən sonra. Mən bu oyun barədə bunu deyə bilərəm ki, baxmayaraq ki, Sabah artıq çempionluğunu rəsmiləşdirib, Kəpəzə daha çox xal lazımdır, doğru, amma Kəpəz məğlub olsa da hal-hazırda Qəbələdən 4 xal önündədir. Turnir cədvəli açısından mövqeyi dəyişməyəcək. Məncə Sabah yenə də əsas heyətlə oynayacaq və Kəpəzi məğlub edəcək. Təbii, yəni favorit Sabahdır, amma mən nədənsə bərabərlik gözləyirəm bu oyunda. Keçək turun digər oyununa, Qəbələ Qarabağ oyunu. Bu oyunda da artıq son turda Turantovu məğlub etdikdən sonra Qarabağ demək olar ki, ikinciliyi artıq təmin edib demək olar. Qəbələyə isə mümkün 3 xal lazımdır. Nəzərə alsaq ki, Kəpəzdə xal itirmə şansı var. Böyükdür bu xal itirmə ehtimalı. Ona görə də Qəbələyə də bu oyunda qələbə lazımdır. Doğma meydanda oynayır. Düzdür, biz əvvəlki Qəbələ Qarabağ oyunları üçün darıxmışıq və dolu tribunalar önündə maraqlı oyunlar. Bu dəfə isə favorit təbii ki Qarabağdır, amma Qarabağın heyətində də itçilər var, zədəli var. Məsələn, Mustafa Qurbanlı zədələndi. Düzdür, Kamil Duran qayıdacaq, cəzası başsızlığa qayıdacaq, amma yenə də Qarabağ komandasında bir qədər yorğunluq, Çempionlar Liqası yorğunluğu hələ də çıxmayıb komandadan və bu oyunda açığı mən Qəbələdən qələbə gözləyirəm, nədənsə bilmirəm. Sənin də qeyd etdiyin kimi, düzdür, nəzəri cəhətdən Turantovuzun ikinci pilləni sonda tutmaq şansı var, çünki hələ 3 tur qalıb, 6 xal aralarında xal fərqi var, 62-nin 56-ya. Qəbələ üçün daha önəmlidir bu qarşılaşma. Məncə heç-heçə olacaq. Düzdür, çətindir bu oyuna proqnoz vermək. Çünki heyət baxımından Qarabağ daha üstündür, amma turnir cədvəli açısından Qəbələ üçün daha böyük önəm kəsb etdiyi üçün məhz bu yüzden belə qənaət gələm ki, heç-heçə ehtimalı var bu görüş. Bəli. Ola bilər, hər şey ola bilər. Futboldur. Təbii ki, keçək digər oyuna, Sumqayıt Araz Naxçıvan oyunu. Hər iki komanda üçün məna kəsb eləməyən oyundur. Yəni, hər iki komanda çıxıb sadəcə 90 dəqiqə oynamalıdırlar. Yəni, nəticə nə olacaq, hansı qələbə qazandı bu barədə demək həqiqətən də çox çətindir. Yəni, mən son oyuna baxanda Sumqayıtın daha qələbəyə yaxın olduğunu düşünürəm. Çünki doğma meydan amili faktoru var və amma yəni Sumqayıt favorit görsəm də böyük ölçüdə heç ağırlıqlı yenə də bir oyun gözləyirəm, amma qollu heç olacağını düşünürəm. Bu komandaların son turdakı oyunu baxmayaraq ki, hər iki komanda məğlub oldu, amma xoş təsir bağışladılar. Bu görüşə qaldıqda mən Sumqayıtın qələbə qazanacağını düşünürəm. Maraqlıdır fikirlərin. Keçək digər oyuna. Vaxta görə bir qədər qısa fikirlərimizi bildiririk. Siz də əgər əziz izləyicilər, siz də fikirlərinizi bildirsəz, şad olaraq həqiqətən də. Keçək digər oyuna. Turantovuz Karvan Yevlax oyunu. Turantovuz doğma meydanda Yevlaxın Karvan komandasını qəbul edəcək və hazırda Karvan Yevlax Neftçiyə məğlub olur. Bu oyunda da böyük ölçüdə Turantovuzda məğlub olacaq. Açıq-aşkar favorit Turantovuzdur. Doğma meydanda məğlub edəcək Karvan Yevlaxı və bununla da artıq Karvan Yevlax düzdür, son turlarda bir qədər qələbə qazanaraq ümidlənmişdi, amma hazırda 14 xalla böyük ölçüdə artıq çempionatı tərk eləməyə yaxın namizədlərdən, bəli, real namizəddir. Böyük ölçüdə bu oyunda da məğlub olacaq və artıq təsdiqlənəcək komandanın liqadan düşməyi. Turantovuzun doğma meydanda outsider Karvanla oyunda xal itirəcəyini gözləmirəm.
Böyle hesablı qələbə. Düzdür, Qurban Berdiyevin komandalarından böyle hesablı qələbə gözləmək bir qədər ağılsızlıq olar, amma yenə də düşünürəm ki, ən az 2 top vuracaq. Vurmaq gücündədir Karvan Yevlaxa. Keçək 31-ci turun son oyununa, Neftçi Şamaxı oyunu. Bu oyunda da Şamaxıya heç bir nəticə lazım deyil. Sadəcə olaraq qələbə Neftçiyə hava su kimi lazımdır. 4-cü pilləni ələ keçirmək üçün. Zirək kimlə oynayır? Zirək Kubok oyunu var deyə, yoxsa Zirənin oyunu yoxsa axı? Ya biz danışıq Zirənin oyunu haqqında. Danışıq İmişli Zirə. İmişli Zirə oyunu. İmişli oynayacaq. Mən də İmişli Zirə oyunu. Tamam, problem deyil. O barədə də bir qədər qıraqda qalıb, ona görə o barədə də danışarıq. Neftçi Şamaxı oyunu, bu oyunda təbii ki, bayaq da qeyd edirəm ki, Neftçiyə qələbə havası kimi lazımdır. Bu oyunda böyük ölçüdə qələbə qazanacaq Neftçi və Zirə ilə 4-cülük yarışı hələ də davam edir. Amma yenə də dediyimiz kimi Kubokun final oyunlara diqqət ayırmalı Neftçi və 4-cü olacağı halda artıq sabahın Zirəni Kubokda məğlub edəcəyini gözləməlidir. Bu oyunda isə Neftçi açıq-aşkar favoritdir və qələbə qazanmağa borcludur. Son turda bu komandalar fərqli nəticələr əldə etdilər. Neftçi qələbə qazandı. Karvan oyunu demirəm, Qarabağ oyunları deyirəm, təxir salmış oyunları 2-1 hesabı ilə qalib gəldilər. Şamaxı isə əksinə məğlub oldu həmin turda. Üstəlik Qarabağın oyundan sonraki belə deyək, komanda çox yüksək əhval-ruhiyyədədir məncə. Baxmayaraq ki, çox güc sərf olundu həmin qarşılaşmada komanda olaraq. Amma mən düşünürəm ki, Neftçiyə təbii ki, qələbə daha çox vacibdir. Üstəlik də doğma meydan amili var. Mənə görə Neftçi doğma meydanda Şamaxını məğlub edəcək. Bəli. Son olaraq İmişli Zirə oyunu Quba şəhər stadionunda keçiriləcək. Zirə yenə də pragmatik futbolla yadda qalır. Son turda da 1-0 hesabı ilə qələbə qazandı. Halbuki bayaq qeyd edilmiş ki, Qəbələ ilə oyunda qələbəyə layiq deyildi. Nədir? Yəni düzdür, nəticə futbolda nəticə qalır, amma oyun olaraq da təbii ki, azarkeşlər nəticələrlə əlavə maraqlı oyun izləmək istəyirlər, amma Zirə bu maraqlı oyunu hələ ki göstərə bilmir. Amma nəticələri qazanır. Hazırda 49 xalla 4-cü pillədədir və Neftçi də qələbə qazanacağı halda böyük qələbə qazanacaq və 50 xalla keçəcək Zirəni hazırda bu qələbə sayəsində. Ona görə də bu oyunda İmişli ilə oyunda Zirəyə də qələbə havası kimi lazımdır və nəyin bahasına olsun bu oyunda qələbə qazanmağa çalışacaq. Mənə görə düzdür, Kubok matçı da var Zirənin. Mənə görə Neftçi 4-cü yeri əldən verməyəcək 33 oyundan sonra. Məhz 4-cü olaraq bitirəcək. Bu oyunların nəticəsindən asılı olmayaraq. Düzdür, bu görüşdə Zirə favoritdir, amma mən Zirənin son Qəbələ ilə qarşılaşmada oyunu heç bəyənmədim. Sadəcə İmişli son vaxtlar ümumiyyətlə zəif çıxış edir deyə bir addım öndədir Zirə həmin qarşılaşma üçün. Daha üstün sayılır, üstün tərəf. Bəli, əziz izləyicilər, bizim futboldan bu qədər. Bir qədər sonra artıq biz son olaraq Neftçinin nəticəsi bəlli olandan sonra artıq Avropa futbolundan danışacağız. Son 15 dəqiqəmiz qalır və bu 15 dəqiqə ərzində bugün Çempionlar Liqasının oyunu var. Bəli, top 5 liqanın oyunlarına toxunacaq qısaca olaraq və onu da qeyd edək, bizim yayımın sponsoru Buz Koladır. Bu sadəcə kola deyil, bizim koladır. Buz Kola Azərbaycanın kolası. Təbii ki, qarşıdan yay fəsli gəlir və sərinləmək üçün yalnız və yalnız Buz Kola içməyiniz məsləhətdir. Yerli kola alın və xeyir vətənə qalsın, belə demək olarsa. Belə, keçək Avropa futboluna. Türkiyə çempionatı ilə davam eləyək və Türkiyə çempionatında 32-ci tura yekun vuruldu. Maraqlı nəticələr qeydə alındı. Bu turdan öncə 31-ci turda derbi var idi və biz derbi haqqında fikirlərimizi bildirməmişdik. Qalatasaray 3-0 hesabı ilə qələbə qazandı, amma mən Qalatasarayın
oyununu Özümüz bəyənmədim. müzakirə etdik. Bəli, oyununu bəyənmədim. Çox da ki nəticə qazandı, amma oyun olaraq Qalatasaray oyununu bəyənmədim. Növbəti turda isə həmin qələbədən sonra, derbi qələbəsindən sonra təəssüf ki, Samsunda darmadağın oldu Qalatasaray. Açığı mən gözləyirdim Samsunun qələbəsi. Niyə görə? Çünki bilmirəm, nədənsə içimdə bir his var ki, bu oyunda qələbə qazana bilməyəcək Qalatasaray. Amma 4 hesablı məğlubiyyət gözləmirdim sözün açığı. Oyunu 1-0 öndə olar. bəli, 1-0 öndə olar. Və 4 hesabı ilə darmadağın olundu Qalatasaray. Düzdür, burada qapıcının qırmızı vərəq alması var, uğurdan olmaması var təbii ki və maraqlı ki Günayın qapıda olduğu oyundan əksəriyyətin Qalatasaray məğlub oldu. Superkubok finalında da Fenerbahçe ilə oyunda da Günay idi qapıda və məğlub olmuşdu Qalatasaray. Belə, yəni bu oyunda layiq idi məğlubiyyətə. Trabzon qələbə qazana bilmədi Göztepe ilə 1 hesabı bərabərliyi ilə nəticələndi oyun. Fenerbahçe isə doğma meydanda Başakşehiri məğlub etdi 2-1 hesabı ilə və 3-1 hesabı ilə bəli, Talişkanın hat-triki və 3-1 hesabı ilə qələbə qazandı. Artıq 4 xala indi çempionluq uğrunda mübarizədə və sona 2 tur qalıb, yenə də Fenerbahçe da keçləri ümidləniblər, amma növbəti turda Qalatasaray Antalyasporla qarşılaşacaq. Hansı Antalyaspor ki, ardıda liqada qalmaq uğrunda mübarizə aparır. 3 komandanın 28 xalı var. Bunlardan biri də Antalyaspordur və çətin olacaq Qalatasaray üçün. Doğma meydanda oynayır, böyük ölçüdə qələbə qazanacağı halda çempionluğu təmin eləyəcək. Fenerbahçe isə növbəti turda Konya səfərinə yollanır. Konya Qalatasaraydan xal olan bir komandadır. Kubokda da Qalatasarayı məğlub etməyi bacardı və bu gün də qeyd edək ki, Beşiktaşla Kubok oyunu var, yarımfinal oyunu var və bu da maraqla gözlənilir. Həqiqətən də Kubokda da Beşiktaş isə Trabzonsporla qarşılaşacaq və növbəti turda bu cür oyunlar var. Buyur, sən də Türkiyə çempionatı haqqında bu oyun haqqında fikirlər bildir. Daha sonra növbəti çempionatlara keçərik. Samsunspor Qalatasaray oyununda Qalatasaray zəif təsir bağışladı. Baxmayaraq ki, hesabı açan tərəf oldular. Yunus Akgün Bəli, qəşəng baxımlı qol idi, bəli. Qola imza atdı. Ardınca meydan sahibləri təşəbbüsü ələ aldılar və ardıcıl 4 qol vurdular. Layiqli qələbə idi, amma mən düşünmürəm ki, Qalatasarayın çempionluğunu əldən verəcəyini heç sanmıram. Növbəti turu Antalyaspora baxmayaraq ki, qələbə lazımdır onlara da turnirin cədvəli açsın, amma düşünmürəm ki, Qalatasarayın Antalyaspora rəhmi gəlsin. Öz meydanında qalib gəlib çempionluğu rəsmiləşdirəcəklər. Keçək Fenerbahçe. Fenerbahçe ötən tur Qalatasaraya ağır məğlubiyyətdən sonra baş məşqçi Domenico Tedesco ilə İtalyan əsilli Alman baş məşqçi ilə yolları ayırdılar. Artıq sanki çempionluğun əldən verilməsi ilə barışma deməkdir bu. Əslində məncə günahkar Tedesco deyildi. Böyle ölçüdə Tedesco deyildi. Günahkar Tedesco deyildi, o fikrindən də razıyam. Həm də bu dönəmdə onu belə deyək, istifaya göndərmək mənə görə anlamsızdır. Zaten çempionluq əldən gedib də. 3-0'lıq məğlubiyyətdə mənə görə Tedesco'lu bir şey yox idi. Orada əsas önəmli rol oynadı o Talisca'nın penaltini yerinə yetirməməsi. Yəni o gol olsaydı mən qırılma nöqtəsi o idi, bəli. Oyunun qırılma anı o idi, bəli, razıyam səndən. O gol olsaydı bəlkə də Fenerbahçe ən pis halda bir xal qopara biləcəkdi Galatasaray səfərindən. Tedesco'nun tərəfini tutmuram mən təbii ki, amma istənilən halda mən mənasız gördüm. Yəni bu istifanı açıq mənasız gördüm. Ən azı mövsüm sonunu gözlə də, zaten məğlub olmusan. 3-1 Başakşehiri utdular. Mən əminəm ki, Tedesco başda olsaydı, Tedesco ilə də bu hesab təkrarlanardı. Yəni Başakşehiri məğlub edəcək gücdə idi Fenerbahçe. Talisca baxmayaraq ki, Galatasarayla oyunda penaltina vura bilmədi, amma sevindirici haldır ki, Fenerbahçe azə kişilər üçün təbii ki, Talisca belə deyək, ruhdan düşmədi və bu oyunda 3 gol vurdu. Hər 3 golu vurdu, komandasına önəmli qələbə gətirdi, amma bu qələbənin böyük önəmi olmayacaq. Təbii ki, Galatasaray növbəti turda Antalyasporu məğlub edərsin. Bəli, Türkiyə çempionatı barədə bu qədər. Onu da qeyd edək, Neftçi Karvan Yevlax Neftçi oyunu başa çatdı.
Neftçinin qollarını 31-ci dəqiqədə İmad Fərəc, 50-ci dəqiqədə penalti zərbəsindən Emin Mahmudov, 57-ci dəqiqədə isə Freddy Vargas imza atdı bu qollara. Təbrik edir Neftçi azarkeşlərini. Hazırda 4-cü pillədə qərarlaşıb Neftçi 50 xalla. Bu da artıq Avrokuboklara getmək yolunda böyük addımdır Neftçi üçün. Belə ölkə çempionatı barədə bu qədər. Sənə də təbrik edirəm Neftçinin qələbəsi münasibətilə. Təbii ki, layiq idi. 3-0 hesabı onu göstərir ki, bəli, gözlənilən qələbə idi. O da doğrudur. Davam eləyək İngiltərə çempionatına. Avropanın və dünyanın ən baxımlı çempionatlarından biridir. Gərgin mübarizə davam eləyir və başlayaq Arsenal Fulham oyunu London derbisi idi. Arsenalın Fulham'i məğlub edəcəyi gözlənilən idi və 3 hesabı ilə qələbə qazandı. Böyük hesablı qələbə idi. Tottenham bu turda qələbə qazandı. Aston Villa səfərində çətin qələbə qazandı. 3 xal lazım idi və liqada qalmaq üçün mübarizə aparır. West Ham'lə bir xal fərqləri var və düşmə təhlükəsi var. Turun ən maraqlı oyunu isə Manchester United Liverpool. Bəli. Ən yaxşı, ən baxımlı oyunu idi və azarkeşlər bezmədi, yorulmadı bu oyundan. Bol qollu oyun oldu. 3 hesabı ilə Manchester United deyərdim ki, layiqli qələbə qazandı. Bu mövsüm Liverpool heç də özünə bənzəmirdi. Böyük ölçüdə Arne Slot'u göndərəcəklər və bəli, Alonso'nun gəlmə ehtimalı var böyük ölçüdə. Son olaraq da tura dünən yekun vuruldu. Everton, Liverpool şəhərində Everton, Manchester City qarşılaşması 300 hesablı bərabərliklə başlatdı. City xal itirdi və hazırda turnir cədvəlində vəziyyət 76-71 xal Arsenal və Manchester City qərarlaşıb birinci, ikinci pillədə. Böyük ölçüdə yəni Arsenal çempionluğa yaxındır, amma yenə də hər şey ola bilər. Sona 3 tur qalıb, amma City'nin bir oyun ehtiyatda var və 4 oyun City'də qalıb. 3 oyun isə Arsenal'da qalıb. Nələr olacaq bunu növbəti canlı efirlərimizdə, verilişlərimizdə diqqətinizə çatdırarıq. Buyur, sən də fikirlərin maraqlı İngiltərə çempionatı ilə bağlı. İlk öncə London derbisi, Arsenal Fulham görüşündə meydan sahibləri favorit idi. Layiqli də qələbə qazandılar. Gyökeres həmin qarşılaşmada dubl müəllifi oldu. Mənə görə ümumiyyətlə Arsenalın son oyunlarına baxanda mövsümün öncəsində Arsenal xeylən daha xoş təsir bağışlayırdı. İstər nəticə baxımından da, istərsə də oyun etibarı ilə də daha yaxşı oynayırdı komanda, amma son oyunlarında həm Çempionlar Liqasında, həm eyni zamanda ölkə çempionatında bu komandanın oyununda eniş var idi. Bu nəticələrə də təbii ki, sirayət edirdi. Bunu hər birimiz görürdük. Zaten bu uğursuz nəticələrdən sonra City gəlib xaqladı. Xal etibarı ilə gəlib çatdı. Zaralandakı oyunu da 2-1 hesabı ilə məğlub edərək Arsenalı. Bu görüşdə mənə görə Arsenal layiqli qələbə qazandı. Gözlənilən nəticə idi mənim üçün. Keçək çempionluğun digər adayı Manchester City'yə Goodison Parkdakı görüşdə. Mənim üçün, bir çoxları üçün bəlkə də bu nəticə bir çoxlarını təəccübləndirdi. Məni yox, çünki zaten illərdir, son illəri nəzərdə tuturam təbii ki. City Everton'la əksər oyunlarda çətinlik çəkir və bu oyunda xal itirmə ehtimalını mən yüksək görürdüm Goodison Parkda. Belə də oldu. Hətta 3-1 geri idilər. Sonlara yaxın Erling Haaland 3-2 etdi hesabı. Hesab arasını fərq azaltdı və son saniyələrdə Doku komandasını məğlubiyyətdən xilas etdi. Amma artıq qələbə qolunu vurmağa şəhərlərin zamanı yetmədi. Mənim üçün gözlənilən nəticə idi və mən zaten bildirmişəm ki, çempionluğa zaten mənə görə City layiq deyil. City son oyunlarda sadəcə Arsenal zəif təsir bağışlayırdı deyə gəlib çatmışdı. Ümumi mövsümü götürsək Arsenal çempionluğa layiqdir və çempion olacaqlarını da düşünürəm. Keçək Tottenham'ın oyununa. Tottenham artıq bundan öncə Brighton, Newcastle'la bir çox oyunlarda, yəni belə deyək, ortabablarla oyunda da qalib gələ bilmirdi deyə Aston Villa'nın səfərdə məğlub edəcəyini çoxları gözləmirdi. Amma Tottenham gözlənilmədən Unai Emery'nin komandasını səfərdə 2-1 hesabı ilə məğlub etdi. Çox vacib qələbə. Düz Aston Villa'ya da xal lazımdır Çempionlar Liqasına düşmə zonası var.
dörtlükdə yer ala bilmək Bəli. üçün. Böyük ölçüdə üçlüydə 3-cü yeri United tutacaq. Liverpool'un oyun barədə də danışacaq. Önəmli qələbə idi təbii. Chelsea barədə qısaca. Chelsea yenə məğlub oldu. Böyük ehtimal hal-hazırda komandanın baş məşqçisi də yoxdur. Yəni tanınmış məşqçi yoxdur hələ ki. Köməkçi məşqçi çalışdırır komandanı. Böyük ehtimal mövsüm sonunda artıq Xavi Alonso'nun son vaxtlar adı xallanır bu komanda ilə. Chelsea ilə. Bu barədə də danışacağıq. Liverpool barədə də danışacağıq. Liverpool ilə də adı xallanırdı. Turun mərkəzi qarşılaşması Manchester United Liverpool. Oyundan öncə mənim favoritim, bu görüşə favoritim United idi. Belə də oldu. Mən Carrick gələndən sonra baxmayaraq ki, bu komandaya simpatiyam yoxdur, amma tarixi köklü klub olduğu üçün təbii ki, Liverpool'a da böyük hörmətim var, amma United'a hörmətim çox böyük hörmətim vardı. Bu komandaya Çempionlar Liqasında oynamaq yaraşır həqiqətən. Carrick gələndən sonra bu komandanın oyununda ciddi irəliləyiş var, inkişaf var. Bu göz önündədir. Komanda 2-0 öndə idi. İkinci hissədə Zoboslai hesab arasında fərqi azaltdı 48-ci dəqiqədə. Ardınca Lamels, Manchester United'in qapıçısı çox da yaxşı qapıçıdır, amma ayaqla səhv ötürmə etdi komanda yoldaşına və nəticədə o səhvdən Zoboslai yararlandı. Boş qapıya qapı ötürmə etdi. O da topu boş qapıdan keçirdi. Beləcə hesab 2-2 oldu, amma Maino komandaya qələbə gətirdi. United toparlana bildi və 3 hesablı qələbə qazandı. Mənim üçün gözlənilən nəticə idi United'in qələbəsi. Bir də Liverpool'dan söz düşmüşkən bir şey demək istərdim, məlumatı. Fevral ayında PSG ilə 4-1 final oyunlarından öncə artıq Arne Slot'un rəhbərlik tərəfindən İngiltərə mediasında təbii ki, belə məlumatlar yayılmışdı ki, PSG, nəinki PSG səhvdir, yəni Çempionlar Liqasına komanda qazanmasa zaten çempionluq əldən getmişdi. Komanda Çempionlar Liqasını qazanacağı təqdirdə yalnız Arne Slot'la yollar davam ediləcəkdi. Əks təqdirdə bu məşqçi ilə mövsüm sonunda yollar ayrılacaqdı və böyük ehtimal Xavi Alonso komandanın başına keçəcəkdi. Amma bir neçə həftə öncə klubdan rəsmi açıqlama gəldi ki, Arne Slot'la daha bir il davam edəcəklər. Mən bu qərarı açığı yanlış hesab edirəm. Çünki Arne Slot ötən mövsümdə Çempionlar Liqasında komanda uğursuz nəticə göstərdi. 8-1 final mərhələsində PSG-ni səfərdə məğlub edə belə deyək də keçə bilmədi mərhələni. Bu mövsümdə çempionatda heyətinə görə favorit hesab olunsa da bu komanda United'ı ilk dövrədə 2-1 hesab ilə məğlub oldu. Bazar günü keçirilən oyunda da son turda 3-2 hesab ilə məğlub oldu. Chelsea 2-1 hesab ilə məğlub oldu Stamford Bridge'də. City'yə ölkə çempionatında həm Anfield Road'da 1-2 hesab ilə məğlub oldu. Etihad Stadium'da yenə məğlub oldu Liverpool Manchester City'yə və Kubok maçında 4-0 hesab ilə. Yəni əsas rəqiblərindən demək olar ki, City hər iki oyunda məğlub oldu. Yəni heyət baxımından mənə görə Liverpool zəif təsir bağışlayır. Bunun da əsas günahkarı mənə görə Arne Slot'dur və onunla yolların davam edilməsi məncə yanlış qərardır. Gələn mövsüm bunun təsdiqini özləri görəcəklər. Məncə yanlış qərar verdilər. Bəlkə də burada təzminat falan da rol oynayıblar. Mən baş məşqçinin müqaviləsinin nə qədər qaldığını bilmirəm deyə belə deyirəm. Bəlkə də bu qərar rol oynadı, rəhbərliyin bu qərarı. Amma istənilən halda yəni bir məşqçi, düzdür, mən əslində bir məşqçinin tez-tez dəyişilməsinin əleyhinəyəm. Çünki istər-istəməz bir sistem gəlir, oturdur baş məşqçi bu sistemi və yeni gələn məşqçi, yeni oyunçular gətirir, yeni bir sistem bu məşqçinin oyun belə deyək, fəlsəfəsinə uyğunlaşmaq vaxt aparır, adaptasiya olmaq xeyli vaxt apara bilir bəzən. Bəzən bir mövsüm yetmir, ikinci mövsümə ehtiyac olur. Hər klubun rəhbəri də ikinci mövsümə belə deyək də həmin məşqçiyə bəzən güvənmir. Biz daha çox Türkiyə çempionatında, Türkiyə klublarında, top klublarında bunu görürük. Bu yüzden mənə görə, yəni mən rəhbərliyin yerinə olsaydım, Arne Slot'un yolları ayrılmağını daha düzgün görürəm, daha uyğun olduğunu düşünürəm. Söhbət ondan gelmir ki, Xavi Alonso gəlsəydi mütləq şəkildə Liverpool uğurlu olacaq. Amma mənə görə yeni nəfət lazımdır bu komanda. Təbii, təbii. Qatılıram fikirlərə və İngiltərə çempionatı barədə bu qədər. Keçək İspaniya çempionatı. İspaniya çempionatı uzun danışmağa ehtiyac yoxdur. Çünki çempionluq uğrunda iki komanda mübarizə aparır, Barcelona və Real Madrid. Düzdür, Barcelona çox yaxındır çempionluğa. Böyük ehtimal rəsmiləşdirəcək. Derbi, o da El Clasico'da rəsmiləşdirə bilər. Çünki növbəti turda El Clasico gözləyir azarkeşləri. Mayın onu.
Barcelona Real Madrid oyunu var saat 23:00-da. Ondan öncəki turda isə Osasuna səfərində qələbə qazandı. Barcelona çətin də olsa qələbə qazanmağı bacardı 2-1 hesabı ilə. Uzun uzadı danışmaq ehtiyac yoxdur oyun haqqında, düzdür. Əsas futbolçuları yoxdur. Barcelonada itkilər çoxdur. Yamal yoxdur. Rafinha yoxdur. Yəni çox böyük itkilərdir bunlar. Eləcə də Real Madrid Kataloniya səfərindədir. Espanyol komandası ilə qarşılaşdı və səfərdə 2-0 hesabı ilə qələbə qazanıb Vinicius'un qolları ilə. Bu qədər. Yəni hazırda xal fərqi 11 xal fərq var və bu da böyük xal fərqidir. Düzdür, çempionatın baş çatmasına hələ var. Son turda, növbəti turda artıq Barcelona çempionluğu rəsmiləşdirə bilər böyük ölçüdə. El Clasico'da. Mən də qısaca toxunacağam Orxan. Mərkəzi oyunlar İngiltərədəki kimi mərkəzi oyunlar və turnir cədvəli açısından önəmli oyunlar olmadığı üçün ilk pillədə olan Barcelona barədə danışaq. Biz bilirik ki, Pamplona səfərləri bütün klublar üçün İspaniyada çətin keçir. Osasuna ev komandasıdır və evdə daha çox uğurlu nəticələr əldə edir. Barsanın itkiləri də vardı. Bu itkilərin fonunda komanda çətinliklə də olsa qələbə qazana bildi və böyük ölçüdə çempionluğunu rəsmiləşdirəcəklər yaxın turlarda. Real'ın oyununa geniş icmal şəklində nəzər yetirdim. 2-0 hesabı ilə qələbə qazandılar. Çox xoş təsir bağışladı Real Madrid həmin qarşılaşmada. Vinicius'un dubl etdiyi oyunda, amma bu qələbə düşünmürəm ki, Real'ın çempionluq şanslarını saxlayır. Çünki düzdür, El Clasico'da mən açığı heç-heçə gözləyirəm həmin El Clasico'nun. Hesab proqnozu verməyəcəm, sadəcə həmin görüşün bərabərliklə sonuclanacağını, yekunlaşacağını gözləyirəm. Ümumi götürsək mövsüm boyu Real Madrid azəki işləri, biz bilirik ki, bizim ölkədə həm Barsanın, həmçinin də Real Madridin çoxlu sayda azərkeşi var. Hər iki kluba da böyük hörmətim var. Nəhəng klublar, tarixi klublardır. Amma yəqin ki, Real Madrid azərkeşlərində bir çoxu obyektiv yanaşırsa mənə hissəliyə razılaşarlar. Hal-hazırda Barcelona Real'dan daha güclü komandadır və çempionluğa da layiqli Barcelonadır mənə görə. Bəli. Növbəti turda El Clasico gözləyir bizi. Keçək İtaliya çempionatından sonra olaraq Çempionlar Liqası barədə danışarıq. Bugün oyunlar var. İtaliya çempionatında elə də maraqlı oyunlar diqqətimi çəkmədi. Napolinin Como səfərində qol hesabı aça bilməsi bərabərlik neçəsə ilə Çempionlar başlatdı. açısından önəmli idi Como. Bəli. Digər tərəfdə Milanın məğlubiyyəti Sassuolo səfərində maraqla qarşılandı. Juventus Verona'nı məğlub edə bilmədi. 1-1 hesabı ilə bərabərliklə başlatdı oyun. Sürpriz nəticə idi bəlkə demək olarsa. Amma Juventus Çempionlar Liqası mövqeyini qoruyub saxlamaq üçün qələbə lazımdır. Digər Inter Parmanı məğlub etdi. Roma isə Fiorentina'nı 4-0 hesabı ilə məğlub etdi dünənki oyunda və Roma Çempionlar Liqasında vəsiqə qazanan yer uğrunda mübarizə aparır. Juventusla bir xal fərqləri var. 65 Juventusdadır, 64 isə Romadadır və gərgin və maraqlı oyunlar. Növbəti turda artıq İtaliyada çempion bəlli olacaq böyük ölçüdə. Artıq rəsmiləşdi çempionluğu və Inter növbəti çempionluğunu bayram etdi. 21-ci çempion. Bəli, buyur. İlk olaraq sən necə başladın, mən də elə. Como-Napoli oyunu turnir cədvəli açısından Como üçün, təbii ki, Napoli üçün də önəmli idi, amma çempionluğun əldən getdiyini Napoli zaten bilirdi artıq. Antonio Conte də bunun fərqində idi ki, Inter bu tur qələbə qazansa Scudetto'nun sahibi olacaq bu mövsüm. Qolsuz bərabərlik o qədər də baxımlı oyun olmadı. Nəticə də açığı böyük ölçüdə, belə deyək, sürpriz nəticə deyildi. Como da yaxşı komandadır. Napoli'ni ölkə kubokundan da kənarlaşdırmışdı bu arada Como. Sadəcə Inter səddinə ilişdilər. Bu arada Como'nun məşqçisi fabrikasında digər klublara keçmə ehtimalı gündəmdədir. Bu barədə toxunaraq İtaliya mediasına mən geniş izləyirəm deyə danışaram bu barədə də. Milanı qeyd etmədin sən. Milan yenə məğlub oldu. Milanı qeyd etdim. Məğlubiyyəti. Sassuolo səfərində. Öncəki turda Verona'ya qalib gəlsə də, ondan öncə 2 turda ardıcıl 2 məğlubiyyətləri var idi. Milan əslində mövsümə pis başlamamışdı və Milanın bəziləri, hətta bir çoxları Milanı çempionatın əsas favoriti gördü. Çünki Inter
və digərləri Juventus Çempionlar Liqasında oynayırdı, Roma Avropa Liqasında çıxış edirdi. Yəni daha az güc sərf edən Milanın bu mövsüm çempion olma şansını yüksək dəyərləndirdi. Mən açığı belə düşünmürdüm. Bəlkə də Milanın şikanı arxasında Max Allegri yox, Antonio Conte olsaydı, sırf biz bilirik ki, Conte çempionat məşqçisidir, uzun marafon məşqçisidir. Necə ki Juventus çempion elədi, yəqin ki Milanı da çempion edə bilərdi Avrokubokda iştirak etmək üçün, amma Max Allegri'nin oyun fəlsəfəsi artıq yönəlib. Biz bu barədə dəfələrlə danışmışıq. Mourinho və Allegri'nin artıq böyük klublarda mənə görə yeri yoxdur. Bu məşqçilərin səvərləri var bəlkə də incələməndən, amma reallıq budur. Zaten Juventus da bunun fərqində idi. O yüzden Allegri ilə yola davam etmədilər. Artıq onun oyun fəlsəfəsi, B planının olmaması, əksər oyunlarda eyni futbol, baxımsız oyun, nəticəyə söykənən bir futbolu görürük Milanda. Sassuolo'ya məğlub oldular. 2-0 hesabı ilə, düzdür 1-0'dan sonra azlıqda qaldı Milan, amma ümumi getsə 90 dəqiqə boyu demək olar ki, real gol imkanı da olmadı komandanın və Sassuolo layiqli qələbə qazandı. Keçək Roma Fiorentina dünən keçirilən qarşılaşmada Roma layiqli qələbə qazandı, böyük hesablı qələbə. Komandanın hücum bölgəsindəki lideri Daniel Malen yenə fərqləndi. Bu futbolçular artıq bir neçə top klub maraqlanır, amma transfer hüququ Aston Villa'dan Roma'ya məxsusdur. Yəni ona veriləcək 13 milyondur səhv etmirəmsə, çox da böyük məbləğ deyil. Həmin məbləğ ödəniləcəyi təqdirdə Roma tam hüquqlu transferinə sahib çıxacaq bu futbolçunu. Yəqin ki, yaralanacaqlar. Çünki hal-hazırda Roma'nın digər hücumçularına bir fayda yoxdur. Nə Dobvikdə, nə də ki Şotland futbolçu, İrlandiyalı üzr istəyirəm Fergusondan. Keçək Juventus'a. Juventus Verona ilə maçda yaxşı təsir bağışladı, amma komandanın bəzi mövqelərində hələ ki axsaqlıqlar var. O yüzden Spalletti rəhbərliyin belə deyək də rəhbərliyə bildirib ki, sırf mənim istədiyim futbolçular, mənim oyun fəlsəfəmə uyğun oyunçular gətiriləcək və klubun rəhbəri biz bilirik ki, Fiat Conservative'nin prezidenti John Elkann'dır. Klubun prezidenti Gianluca Ferrero olsa da əsas söz sahibi biz bilirik ki, Juve'də John Elkann'dır. İllərdir bu belədir. Andrea Agnelli və John Elkann idarə edir bu komandanı. John Elkann da İtalya mediasında yayılan xəbərlərə görə belə deyək, Spalletti'yə deyib ki, mən sənin üçün 4-5 səviyyəli oyuncu, yəni istədiyin oyuncuları verirkən, komanda əvvəlki əzəmətini qaytarması üçün, daha iddialı olması üçün. Bu oyunda Juventus David ilə hücum bölgesinde David oynayırdı. Kenan Yıldız da çok zayıf təsir bağışladı. David zaten böyük ihtimal gedəcək. Çünki bu komanda böyük ölçüdə Vlahovic hücum həttində və Kenan Yıldızdan asılıdır həqiqətən. Vlahovic uzun müddət zədəli idi, təsəvvür elə. Qayıtdıqdan sonra komandaya bir xalı cərimə zərbəsindən olsa belə Vlahovic vurdu həmin qolu. Yəni komanda o yüzden yəqin ki Lewandowski'ni istəyir, bir neçə hücumçunun adı keçir, Colomani, Gonçalo Ramos, yəni Lewandowski kimi səviyyəli futbolçulara həqiqətən Juventus'a ehtiyac var. Yəni komanda ölkə çempion olmaq istəyirsə, Çempionlar Liqasında daha çox irəli getmək istəyirsə, mütləq şəkildə heyət güclənməlidir. Mənə görə baş məşqçi Luciano Spalletti, yəni çox bilmiş məşqçidir, illərdir, illərin təcrübəsidir. Bunun gözəl fərqindədir. Mən inanıram ki, yəni Spallettinin əlinə o istədiyi oyuncular verilərsə, Juventus əvvəlki kimi iddialı vəziyyətə gəlib çıxacaq. Yəni iddialı olacaq hər turnirdə, istər ölkə kubokunda, istər Scudetto uğrunda mübarizə aparacaq, indiki kimi Çempionlar Liqasına düşmək uğrunda yox, məhz Scudetto uğrunda mübarizə aparacaq və eyni zamanda Çempionlar Liqasında daha iddialı olacaq. Sadəcə heyət lazımdır, məşqçi kifayət qədər yaxşı. Təbii. İtalya çempionatı barədə ətraflı məlumat üçün təşəkkür edirik sənə. Ümumiyyətlə çempionatlar barədə bu qədər. Son olaraq biz bugün Çempionlar Liqasının yarım final oyunları var, cavab oyunları var. Azərkeşləri çox gözəl, maraqlı oyunlar gözləyir. Bugün saat 23:00-da ictimai televiziyada Arsenal Atletico Madrid oyunu izləyə bilərsiniz və Arsenal doğma meydanında Atletico Madrid qəbul edəcək. İlk oyun 1-1 hesabı ilə başı çatıbdı. 1-1 hesabı ilə başı çatsa da, bəli, penalti qollarıyla. Düşünürəm ki, Atletico Madrid ilk oyunda qələbəyə daha layiq idi. Oyun baxımından, bəli, hücumlar baxımından Atletico Madrid qələbəyə layiq idi. Mən düşünürəm ki, mən yenə də fikrimdə qalıram. Atletico Madrid final görəcək və hətta Atletico Madridin Çempionlar Liqasının qalibi olacağını düşünürəm və fikirlərim bu yöndədir.
sırf Simeone'nin çəkdiyi, bu illərdə çəkdiyi əziyyətin bəhrəsini görməsi üçün düşünürəm ki, Atletico Madrid bu mövsüm Çempionlar Liqasının qalibi ola bilər. Və bir düşüncəm də var ki, bu şəxsi fikrimdir. Bəlkə də Simeone bu qələbəni qazandıqdan sonra artıq Atletico Madrid kitabı da bağlanar bəlkə də onun üçün yeni səhifə açar özü üçün. Amma düşünürəm ki, Çempionlar Liqasını qazandıqdan sonra bunu edə bilər, bu addım ata bilər. Ona görə də düşünürəm ki, Arsenal-dakı işlər təbii ki, çoxdur ölkəmizdə, Atletico Madridə baxanda daha çox Arsenal-dakı işləri var və bizim həmkarlarımızdan da var, jurnalistlərdən və yaxın dostlarımız da var. Bəli, kifayət qədər çoxdur. Amma mən düşünürəm ki, Atletico Madrid bu oyun, bu mövsüm, bu oyunun bütün qalibi olacaq. Hər nəyin baxasın, penalti zərbəsinə qədər uzana bilər. Amma turu keçən tərəf böyük ölçüdə mənə görə Atletico Madrid olacaq. Fikirlərinə hörmətlə yanaşıram Orxan. Mən oyunun əlavə vaxtda və penalti seriyasına gedəcəyini qəti düşünmürəm. Arsenalın mən Fulhamla oyunda da çox bəyəndim. Atletico'nun oyunda mənə görə düzdür. Playoff mərhələsində Arsenal böyük hesabla məğlub etmişdi Atletico'nu, amma 4-0 hesablı. Yəqin sən də hatırlayırsan bu qarşılaşmanı. Amma o vaxtki Arsenal Arsenalın form durumu ilə hal-hazırki Arsenalın form durumu eyni deyil. Komanda düşüş var. Sadəcə Fulhamla oyunda yaxşı təsir bağışladılar. Bu görüşdə məncə Arsenal minimal hesabla qələbə qazanacaq. Hesab proqnozu olaraq mən 2-1 hesabı ilə Arsenalın qələbə qazanacağını düşünürəm. Bir top fərqi ilə. Düzdür, belə oyunlara hesab proqnozu vermək çox çətindir, çox çətindir. Bir top fərqi ilə belə deyək, Arsenal qalib gələcək, amma Arsenal Atletico fərq etmir. Bu komandalardan hansı finala çıxacaq, nə mənada fərq etmir. Mənə görə PSG və Bavariya xeyli bu iki komandadan güclüdür. Arsenal və Atletico işləri məndən inciməsin. Yəni gedişat bunu göstərir. Göstərdiyi oyun bunu göstərir ki, Bavariya və PSG hal-hazırda daha güclü komandalardır və məhz bu cütdən qalib çıxan tərəfin sonunda Çempionlar Liqasının qalibi olacağını düşünürəm. Bu görüşdə də Arsenal məncə Atletico'nu məğlub edəcək. Bəli, sabah isə bizi çox maraqlı tamaşa gözləyir. Mən buna tamaşa deyərdim. İlk oyunda zaten. Bəli, ilk oyunda 5-4 hesablı qələbə qazandı PSG və ilk hissədə 5 qol izlədi azarkeşlər. Bu da həqiqətən də çoxları tərəfindən bəlkə də bəli, oyunda yəni bəzən olur ki, məsələn, qol olmur oyunda, amma oyun baxımlı olur. Bəzən səksindən qol çox olur, oyun maraqsız. Oyun maraqsız olur, mənasız qollar olur bir-birinə bənzəyən. Amma bu oyunda həqiqətən də həm qollar maraqlı idi, baxımlı qollar idi, həm də oyun dayanmırdı. Oyun keyfiyyəti yüksək idi və düşünürəm ki, amma cavab oyununda bir qədər ehtiyatlı yanaşa bilərlər. Rəqiblər, yəni artıq bir-birlərini yaxşı tanıyırlar, bu qədər açıq oyun olmaya bilər deyə düşür. Hətta mən Arsenal Atletico Madrid oyunun daha bol qolu gözləyirəm. Nəinki sabahki Bavariya PSG oyununu. Bir qədər ehtiyatlı ilk oyundan irəli gələrək bunu fikrimi izah eləməyə çalışıram ki, yəni daha ehtiyatlı oyuna üstünlük verəcəklər deyə düşünürəm. Amma yenə də azarkeşlər çox baxımlı və maraqlı oyun gözləyir. Həqiqətən də tamaşa gözləyir azarkeşlər, futbol tamaşası. Qatılıram fikirlərinə Orxan, amma bax zaten sən kimin keçəcəyini amma deyə bilmərəm, çox çətindir, çox çətindir. Yəni düzdür, PSG bir top fərqi ilə öndədir. Yəni amma bu hələ heç nə demək deyil. Az üstünlük də deyil, amma bir top belə oyunda az üstünlük. Təbii. Sən Atletico Arsenal oyunda hardasa oyunun əlavəyə getmə ehtimalını qeyd etdin. Penalti mən isə əksinə bu oyunda nədənsə 1-1, 2-1, sanki PSG keçərsə 1-1 olacaq. Bavariya keçərsə bir top fərqi ilə daha doğrusu qələbə qazanacaq və əlavələrə gedəcək oyun. Hansı komanda keçsə mən üzülmərəm. Düzdür, mən PSG-nə o qədər azarkeşlik eləmirəm bu kluba. Zaten ərəb sərmayədarların deyək gəlişindən sonra bu komanda böyük daha çox imza atdı Manchester City kimi. O yüzden amma Bavariya isə biz bilirik ki, bizim uşaqlığımız zaten biz bu komandaların oyuna baxarıq. Oliver Kahn, Juventus olsun, Manchester United, Real, Barcelona, Bavariya. Yəni bu komandaları hər birimiz bilirik. Daha çox bu komandalar köhnə azarkeşlər daha çox bu komandalara belə deyək simpatiya bəsləyir. Mən də Bavariya daha böyük simpatiyam var bu görüşdə, amma burada simpatiya rol oynamır. Biz burada ədalətli danışmağa çalışırıq.
PSG mərhələni keçərsə mən təəccüblənmərəm, düzdür, amma mənə görə, yəni bu ümumi mövsümü götürsək, mənə görə çempionat qazanmağa ən layiq komanda Bavariyadır və Bavariya PSG, yəni hansı komanda keçəcəksə də fərq etmir. Arsenal çıxacaq qabağına və yaxud Atletico, bu komandalar rahatlıqla finalda həm Arsenalı, həm Atleticonu 90 dəqiqə ərzində məğlub edəcəklər. Düzdür, mən 5-0 keçən ilki final kimi gözləmirəm, amma PSG-nin Interi rüsva etdiyi oyun kimi. Amma istənilən halda, yəni PSG və Bavariya oyun keyfiyyəti baxımından Arsenal, Atletico azəkişləri inciməsi məndən daha keyfiyyətli komandalardır. Nəinki Arsenal'la Atletico. Bəli. Bugün və sabah azəkişləri çox maraqlı və baxımlı oyun gözləyir Çempionlar Liqasında. Belə, bizim futbolun nəbzi verilişi artıq başa çatır və bütün izləyicilərə təşəkkürümüzü bildiririk. Düzdür, heç bir fikir bildirən olmasa da, amma kifayət qədər izləyici sayı var və izləyənlərə təşəkkürümüzü bildiririk. Növbəti həftədə eşidilmək və görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ ol.